Məsələdə deyilir ki, həqiqi əmsallı x kvadrat üstəgəl px üstəgəl q bərabərdir 0 kvadrat tənliyin köklərindən biri 2 çıx 3i kompleks ədədidir. P və q əmsallarının cəmi soruşur. Biz bilirik ki, kompleks ədədin kvadrat tənliyin köklərindən biri kompleks ədəddirsə, digəri onun qoşmasıdır. Yəni 2 üstəgəl 3i. Və Viet teoreminə əsasən buradan x1 üstəgəl x2 bərabərdir mənfi p və x1 vurulsun x2 bərabərdir q olduğunu bilirik. İndi x1-in x2-ni yerinə qoyaq, tətbiq edək. Məsələn, birincini qoysaq, x1, yəni 2 çıx 3i üstəgəl x2, yəni 2 üstəgəl 3i bərabərdir mənfi p. 3 ilər islah olundu. 2 üstəgəl 2, 4 bərabərdir mənfi p. P də bərabərdir mənfi 4 alırıq. Burada x1, yəni 2 çıxılsın 3i və x2, 2 üstəgəlinsin 3i bərabərdir q. Müxtəsər vurma düsturuna əsasən a çıx b a üstəgəl b eləyir a kvadrat çıx 3i'nin kvadratı 9i kvadrat eləyir. I kvadrat da mənfi 1 olduğuna görə mənfi 1-i 9-a vuranda müsbət 9. Yəni q bərabərdir 13 alınır. Bizdən də p üstəgəl q cəmini soruşduğuna görə p neçədir? Mənfi 4, q da 13. Demək ki, p üstəgəl q 9 eləyir.